Baxırsınız, Yaşad Fondu və Asan Könüllüləri Təşkilatının şəhid övladları üçün təşkil etdiyi 5-ci Yaşad düşərgəsi davam edir. Düşərgənin 4-cü həftəsinə start verilib. Bu həftə düşərgə 54 şəhid övladını qonaq edir. İlk gün Xanbulan gölünə ekskursiya ilə başlayıb. Burada uşaqlar Lənkəranın füsunkar təbiəti ilə tanış olublar. Daha sonra 4-cü həftənin açılışı keçirilib. İştirakçılara təşkil olunacaq tədbir və oyunlar barədə məlumat verilib. Açılışdan sonra psixoloqla görüş təşkil olunub. Onlara düşərgənin qaydaları izah olunub, həmçinin uşaqlar bir-birləri ilə yaxından tanış olublar. Bu müddət ərzində uşaqlar müxtəlif öyrədici təlimlərdə iştirak edəcək, müxtəlif görüşlərdə, ekskursiyalarda olacaqlar, oyun proqramları onlar üçün təşkil olunacaq, psixoloqlarla görüş, həmçinin əyləncəli zaman keçirdəcəklər və bu müddət ərzində də könüllülərimiz daim şəhid övladlarının yanında olacaq.